Bu həftə Amerika Birləşmiş Ştatları Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini artırması birjalarda dolları bahalaşdırıb. Əsas valyutalar, o cümlədən avro, xeyli dəyər itirməli olub. Faiz artımı qərarı, eyni zamanda faiz qərarından sonra da mətbuat çıxışında danışan Federal Ehtiyat Sisteminin rəhbəri Janet Yellenin şahin çıxışı da dolları bahalaşdırmaqla yanaşı avro-dollar məzənnəsinin də sürətlə ucuzlaşmasına səbəb oldu. Avro-dollar məzənnəsinin qrafiki ilə tanış olduqda biz qiymətin 1 dollar 0,4 sentə kimi ucuzlaşdığını görürük. Qiymət, yəni avro-dollar nisbətən məzənnəsi bu səviyyənin altında qalarsa, xüsusilə də 1 dollar 0,20 sentin altında qalarsa, 1 dollar 0,2 sentə kimi də ucuzlaşa bilər. Əlvan metallar bazarı da Fedin qərarına sərt reaksiya verib. Qızıl bu həftə 4%-dən çox ucuzlaşaraq qramı 36 dollar 20 sentə düşüb. Bu həftə Amerika Mərkəzi Bankının faiz dərəcələrini artırması, dolların dünya valyuta birjalarında bahalaşmasının daha da sürətləndirməsi ilə əlvan metallar bazarlarında qızılın bir unsiya üzrə qiymətinin də çox sürətlə ucuzlaşmasına səbəb oldu. Qrafika ilə tanış olduqda biz qızılın qiymətinin 1123 dollar kimi ucuzlaşdığının şahidi oluruq və əlavə olaraq 1114 dollar kimi də ucuzlaşa bilər. Neftin qiymətində də dəyişiklik var. Analitiklər qara qızılın bir barelinin gələn ilin ilk aylarına kimi 47-57 dollar aralığında ticarət olunacağını proqnozlaşdırırlar. Bugün dünyada, o cümlədən ölkəmizdə xeyli treyderlər var ki, tədris kursları vasitəsilə birjada alqı-satqı etməyin qaydalarını öyrənərək özləri ticarət edirlər. Sabit gəlir arzusunda olan sərmayə sahibləri isə aktivlərin etibarnamə əsasında idarə olunması xidmətindən yararlanır. Müəyyən bir qrup investisiya sahibləri var ki, sərmayə sahibləri var ki, onlar birjada iştirak etməkdən müəyyən risklər baxımından qorxurlar və yaxud da ki, zamanları məhduddur. Bu baxımdan investisiya şirkəti həmin müştəriləri də nəzərə alıb, yəni həmin müştərilər özlərinə hesab açaraq idarə etməsini etibarnamə əsasında şirkətə həvalə edə bilərlər və şirkət həmin müştərinin hesabını sadəcə olaraq öz adından idarə edəcək və sonda isə mənfəətin bölgüsü icra olunacaq və mənfəətin bölgüsündə müştəri sabit gəlir əldə edəcəkdir. Bu xidmət hər kəsə sərmayəsinin həcmi və gəlirlilik hədəflərinə uyğun olaraq yatırım etmək imkanı verir.